Sahabələr soruşurlar, mənə elə bir əməl öyrət ki, xəbər ver ki, onu etdiyim zaman cənnətə girim. Çünki onların əsas məqsədi, qayəsi, hədəfi nə idi? Mən nə etsəm, hansı əməllər etsəm, yəni cənnəti qazana bilərəm və cəhənnəmdən uzaqlaşa bilərəm. Yəni buna çalışırdılar. Yəni ona görə boş-boş şeylər, artıq şeylərdən yəni uzaq olublar. Ona görə onlar yəni bu cür olduqları üçün onların özlərində də və dəvətlərində də, mühitdə də bərəkət olub, xeyir olub. Peyğəmbər s.ə.v orada göstərir əməlləri, şəhadətdir, sonra namazdır, orucu da buyurur. Sonra deyir ki, sənə xeyir qapılarını göstərimmi? Və xeyir qapılarını Peyğəmbər s.ə.v buyurur, gecə namazını buyurur, sonra sədəqəni buyurur və sonra cihad barəsində də buyurur və axırda deyir ki, bütün bunlara sahib olmaq istəyirsənmi? Və deyir ki, bəli, onda Peyğəmbər sallallahu aleyhi və səlləm mübarək dilini çıxardır və deyir ki, kuffə aleykə həzə, bunu qoru. O boyda xeyirləri əldə etmək istəyirsənsə, nə et? Dilini qoru. Və Muaz radiyallahu təəccüblə soruşur ki, əvə innə ləmuəxədunə bimə nətəkəlləmu bih, məgər biz danışdığımıza görə də, yəni hesaba çəkiləcəyikmi? Onda Peyğəmbər s.ə.v buyurur ki, Fəkilətkə ummukə ya Muaz, ey Muazdir, anan səni itirsin. İnsanları üzü qoyulu cəhənnəmə atan, onların dilləri ilə biçdikləri, dilləri ilə qazandıqları deyilmi? Deməli, böyük günahlardan tutmuş, digər günahlara kimi çoxu dillə olur. Şirk, Allahdan qeyrisini çağırmaq nə elədir? Dilləndir. Yalan, dilləndir. Qeybət, dillən. Nəmmamlıq, dilləndir. Nə qədər günahlar var, dilləndir. Ona görə dil və gözün, İbn-i Qayyim Rahiməllah buyurur ki, dillə gözün cinayət dairəsi daha genişdir. Dillə gözün cinayəti daha böyük. Niyə? Çünki göz baxmaqdan doymur, yorulmur. Dildə danışmaqdan. Ona görə bunlarla qazanılan günahlar daha çoxdur. Çünki bu orqanlardan yəni qəlbə gəlir çirkab və qəlb də çirkabdan dolandan sonra artıq yəni o qəlb haqqında soruşma. Ona görə bəzən alimlər bunu bənzədir. Bu orqanlar gözdür, qulaqdır, dildir, çaylara. Ürək isə nədir, qəlb isə nədir? Hovuz. Əgər insan bu orqanları yaxşı şeyə, Allahın razı qaldığı şeylər istifadə edərsə, necə ki o çaya yaxşı su gəldiyi zaman hovuz pak su ilə dolduğu kimi və qəlb də təmiz mənalarla dolur. Əgər yox, insan onu çirkaba istifadə edərsə, onda sözsüz ki, qəlbdə çirklənir. Peyğəmbər s.ə.v buyurur ki, İzə əznəbəl abdu zəmbən nukitət fi qalbihi nuktətun səudə. İnsan deyir, bir günah edərsə, onun qəlbinə bir qara nöqtə düşər. Əgər istiğfar edib, tövbə edərsə, qayıdarsa, suq ilə qalbu, qəlbi təmizlənər. Yox, əgər davam edərsə, onda artıq o zülmət, o qaraltı bütün qəlbini bürüyər. Və bu da Allah Teala'nın Mutaffifin surəsində buyurduğu kimi Kəllə bəl rânə alə qulubihim mə kənu yeksibun. Bəli, onların qazandığı günahlar onların qəlbini qaplamışdır. Ona görə təfsirdə bəzi alimlər gətirir ki, rayn var, rayn var, qayim, bir də var qayin. Rayn bu da kafirlərə aiddir. Çoxma kafirlər olur, ölü qəlbi olanlara. Yəni elə bir ki, o dənizdəki daşı mamır bürüdüyü kimi günahlar o formada qəlbi bürüyür, paslayır. Və qayim elə ondan biraz yüngüldür, bulut mənasında. Qayin isə ondan daha yüngül. Hətta Peyğəmbər s.ə.v deyir ki, İnnəhu ləyuğanu alə qalbi. Deyir, mənim qəlbimə bulut kimi yüngül kölgə gəlir. Və inni lə əstəğfirullaha fil yevmi mə'ətə marra. Mən deyir, gün ərzində 100 dəfə bağışlanma diləyirəm. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yuğan, qayn olur, yüngül, bulut kimi kölgə gəlir.
Amma indi gör bizim qəlbimiz nə gündədir. Və onun da təmizlənməsi üçün çoxlu istiğfar silmək lazımdır. Onun da silinməsi nə ilə olur? İstiğfarla, tövbə ilə olur. Necə ki Allah Teala Nur surəsində misal çəkir. Allahu nurus semavati vel ard. Allah Teala göyün və yerin nurudur. Məsəl nurihi kemişkatin fiha misbah. Allahın nurunun misalı, yəni Allahın mömin bəndəsinin qəlbində olan nurunun misalı taxçada olan çırağın misalı kimidir. Taxça aydın da kölə şüşəsi olmayan pəncərəyə taxça deyilir. Kəmişkət, mişkət taxçadır. Fiha misbah. Orada nə var? Çıraq var. Əl-misbahu fi zucəcə. Çıraq nəyin içərisindədir? Şüşənin içərisində. Yəni, ümumiyyətlə, bu misallar Quranda 42-dən artıq İbn-i Qayyim Rahiməhullah buyurur ki, misal çəkilir və bu misallar boş yerə deyil. Və bu misal ümumiyyətlə Quranda çəkilən və həmçinin hədislərdə çəkilən misallardan məqsəd, məram nədir? Mənəvi şeyləri Allah Teala və Peyğəmbər sallallahu əleyhi və səlləm o misallarla bizim zehnimizə yaxınlaşdırmaq istəyir. Yəni bir var hissi şeylər, gördüyümüz bir şey, bir də var mənəvi şeylər. Yəni Allah Teala gördüyümüz bir şeyi misal çəkməklə mənəvi olan bir şeyi bizə, yəni başa salır. Bizim zehnimizə onu yaxınlaşdırır. Ona misallar çoxdur, 42-dən artıqdır və hətta Allah Teala buyurur ki: "Və la ya'qiluha illal alimun." Yəni o misalları yalnız alimlər, bilənlər başa düşər. Hətta sələflərdən olub ki, oxuyub başa düşmədiyi zaman ağlayardılar. Yəni onda elə çıxır, mən alimlərdən deyiləm, bilənlərdən olmadığı üçün ağlayardı. Deməli, ona görə misallar mühümdür. Burada da fikir verin, bu misalda Nur surəsi 35-ci ayədə Allahu nurus semavati vel ard. Allah Teala göylərin və yerin nurudur. Məsəlu nurihi kemişkatin fiha misbah. Allah Teala'nın nurunun misalı, yəni mömin bəndəsinin qəlbində olan nurunun misalı taxçada olan çırağın misalı kimidir. Fikir ver, burada məsələlər keçəcək, hər birisinin oxşarlığı var. Əl-misbahu fi zucəcə. Çıraq nəyin içərisində? Şüşənin içərisində. Əz-zucəcətu kəənnəhə kəvkəbun durri. Və şüşənin özü isə elə bil ki, bir parlaq incidir və yaxud da parlaq ulduzdur. Yuqadu min şəcəratin mübarəkətin zeytunətin lə şərqiyyətin və lə qarbiyyə. Və o çıraq, onun fitili nə ilə yandırılır? Bizdə kərasindən olurdu da, neftlə. Və orada misalda nə keçir? Zeytun yağından yandırılır. Mübarək zeytun ağacının yağından. Zeytuha yudi'u və ləv ləm təmsəsunar. Elə bir yağdır ki, heç onu yandırmasan özündə parlaqlığından işıq saçır. Nurun alə nur. Elə bil ki, nurun üzərində bir nurdur. Yəni artıq yandırandan sonra onun işığı daha geniş olur, daha parlaq olur. Və Allah Teala belə misallar çəkir insanlara. Deməli, burada oxşarlıq nədir? Burada birincisi nurun misalı, mömin Allah Teala'nın mömin bəndəsinin qəlbində olan nurun misalı taxçada olan çırağa bənzəyir. Deməli, bir dənə təsəvvür eləyərək, çıraq, lampa, o çıraq nəyin içərisində? Şüşənin. Deməli, şüşə qəlbdir. Və içərisində olan iman, qəlbin içərisində olan iman, ondan da əvvəl fitrət, yağdır. Deməli, qəlb nədir? Şüşə. Və içərisində olan fitrət nədir? Yağdır. Və ondan sonra insanın iman gətirməsi və elm öyrənməsi isə nədir? O fitilin yandırılmasıdır. Nurun üzərindən nurdur. Və qəlbin özü isə nədir? Şüşədir. Və şüşənin də vəsfi necə keçdi? Kəənnəhə kəvkəbun durri. Yəni, parlaq bir ulduz və yaxud da incidir. Deməli, burada Sa'di Rahimullah deyir ki, əgər bir insanın fitrəti pozulmuyubsa, o yağın misalı kimidir. Yəni, fitrəti pozulmayan insan başqa dəyişikliklər olmuyor. Çünki hədisdə Peyğəmbər s.ə.v buyurur ki, kullu mevludun yuladu aləl fitra. Hər doğulan uşaq fitrət üzərində doğulur.
Fəəbəvahu yuhavvidanihi əv yuməccisanihi əv yunasırani. Onun valideynlər onu ya yahudiləşdirir, ya xristiyanlaşdırır, ya da məcusiləşdirir. Deməli, əgər bu cür şeylər olmayıbsa, o insan fitrəti ilə, sağlam fitrəti ilə, yəni ilahi təlimləri qəbul edir. Yəni Allah Teala tərəfindən nə gəlibsə, qəbul edir. Hətta buraxılsa, o Allahı tanıyaraq doğulur, böyüyür. Yəni problem nədir? Yəni xarici amillərdir ki, insan yəni başqa şeyə inanır. Və sonra deyir, insan iman gətirərsə və elm öyrənərsə, artıq nurun üzərindən bir nur olur. Və bəzən yəni o fitrəti ilə görürsən deyir, insan düzgün danışır. Dəlili bilmir, amma dəlili bilmir. Dəlili bilmədən doğru danışır. Və üstəlik elm olarsa, iman da olarsa artıq daha da güclü olur. Və o ki, qaldı qəlbin misalı bu şüşə kimidir. Hətta İbn-i Qayyim Rahimullah deyir ki, mən müəllimim, yəni İbn-i Teymiyyədən bir gözəl tövsiyə eşitdim və ondan çox böyük şəkildə təsirləndim, yəni faydalandım. Yəni o mənə dedi ki, sənin qəlbin şübhələrə qarşı şüşə kimi olmalıdır. Şüşə kimi olsun, güzgü kimi olsun. Yəni, şüşədə olan vəsflər nədir? Şəffaflıq, naziklik və möhkəmlik. Deməli, bu şüşə, yəni həm insanın qəlbi necə olmalıdır? Güzgü kimi. Yəni, gələn şübhələri özündə göstərməlidir. Bu nədir? Bidətdir, bidət deyil. Göstərir və ötürür. Yəni, sənin qəlbin şübhələrə qarşı marli kimi, yəni tənzif kimi, qufqa kimi olmasın, deyir. Hər gələn şübhəni özünə sorub saxlamasın, deyir. Qəlb necə olmalıdır? Güzgü kimi göstərməlidir və özündə saxlamamalıdır. Və həmçinin şüşədə olan vəsfləri möhkəmdir. Yəni, o qəlb sahibi haqda möhkəmdir. Yəni, küləklərin qarşısında əsmir. Çıxdı bir şey, görürsən, getdi o tərəfə. Başqa bir şey getdi o tərəfə. Möhkəmdir. Və həmçinin o nazikliyi isə onun nəyini bildirir? Möminlərə qarşı mərhəmətli olmasını bildirir. Və həmçinin eyni zamanda başqalarına qarşı da möhkəm olmasını, möhkəmdir, eyni zamanda nazikdir. Və həmçinin başqa bir faydalar nədir? İndi hamı görüb də, əvvəllər işıqlar az olurdu, tez-tez sönürdü və bir gün ərzində şüşəni his bağlayır. Elə deyilmi? His bağlayır. Deməli, bu şüşəni Allah Teala misal çəkibsə, his bağlayırsa, buranı da his bağlayır. Oxşarlıq var. Necə ki, şüşəni his bağladığı kimi, qəlbimizin şüşəsini də, yəni qəlbimizi nə bağlayır? His bağlayır. Deməli, bunu görürük ki, analar onu silirdilər. Əski ilə bir gündən bir silirdilər. Əgər silinməsə, orada olan işığın yanma nə faydası var, elə deyilmi? Bir faydası olmur. Deməli, burada da həmçinin o iman və elm olsa belə, əgər şüşə tutulubsa, çıxmır. Onu nə etmək lazımdır? Silmək lazımdır. Yaxşı, bunu əski ilə əmələ gəlmir. Nə ilə silməliyik? İstiğfarla. İstiğfar, tövbə. Yəni, bir var, yəni bunu gündə bir dəfə silirsən şüşəni, amma bunu isə gündə bir dəfə kifayət eləmir. Daim olmalıdır. Daima silinmə. Necə maşının şotqaları görsən, əgər daim silinməsə, tutulacaq da və eyni ilə də yəni, bu daima istiğfar. Ona görə İbn Teymiyyə Rahimehullah buyurur ki, yəni daima insanın üzərinə istiğfar etmək düşür. Niyə? Çünki bir tərəfdən də Allah Teala nemətlər verir. Nemətləri düzgün qarşılamırıq və digər tərəfdən də etdiyimiz günahlar. Buna görə də istiğfara ehtiyacımız var, buna görə də istiğfar. Daima insan, yəni bir yaxşı işdən qurtardı, nəyə yönəlməlidir? İstiğfara. İstiğfar. Çünki yəni istiğfar yəni insana artıq çox şeyləri olduğu kimi göstərir. Və həmçinin müsibətlərin aradan qalxmasına səbəb olur. Çünki hər baş verən bəla, müsibət nəyə görədir? Günahlara görədir. Və qaldırılması tövbə ilə də istiğfarlandır. Ona görə alimlər gətirir ki, insana üz verən müsibətlər içərisində, yəni sünnəni, Qur'anı başa düşməməsindən daha böyük hansı müsibət ola bilər? Və əgər insan oxuyub başa düşə bilmirsə, məsələləri tuta bilmirsə, deməli müsibətdir. Aradan qaldırılması nə ilə olur? Yəni istiğfarla, tövbə ilə. Hətta İbn Teymiyyə Rahimehullah deyir ki, onu zindana atandan sonra ondan yazırdı. Dəftərləri götürdülər. Sonra divarları yazır, qələmləri də götürəndən sonra
namaz qılır və səcdəyə gedir və səcdədə dua edir ki, ya muallimə Ədəm və İbrahim allimni. Ey Adəmə və İbrahimə elm verən mənə elm ver. Və ya müfəhhimə Süleyman fəhhimni və ey Süleymana fəhm verən mənə fəhm ver. Anlayış ver deyə dua edər və ondan sonra Quranın mənaları haqqında düşünərdi. Deyir ki, elə mənalar deyir, mənə açıldı ki, bir çox alimlər deyir, o mənaların deyir, ardınca idilər. Onlar da istəyirdilər o mənaları tutsunlar. Fikir verin. Yəni, o qədər bəzən deyir, oxuyuram, yəni təfsirlər, yüzlərlə təfsirə baxmaqla yanaşı deyir, bəzən məna çatmırdı deyir. Deyir, 1000-ə yaxın istiğfar edəndən sonra açılırdı. 1000-ə yaxın istiğfar edəndən sonra yəni artıq açılır. Ona görə yəni məsələlərin yəni həlli çox vaxt hardadır? Yəni istiğfardadır. Şüşəni təmizləmək. Demək şüşə təmizlənəndən sonra artıq o qəlbdə olan o nur nədir? İşıq saçır. Və o işıq insanın bədəninə, sonra üzünə çıxır. Və üzündə də insanın hiss olunur. Və gözlərinə çıxır. Və sonra o nur insanın evinə çıxır. O insanın evi nurlu ev olur. Yəni o evdə sən səs-küyü eşitməzsən. Qışqır, bağır, görməzsən. Sonra o nur o insanla yanaşı hara gedir? Qəbrinə gedir. Yəni ehtiyacı olduğu zaman onunla yanaşı olur. Və sonra qiyamət günü onunla yanaşı olur. Çünki Sırat körpüsünün qabağı qaranlıq, zülmət qaranlıq olacaq. Yəni insanlar Sırat körpüsünə getmək əvəzinə cəhənnəmə düşəcəklər. Allah qorusun. Və onu tapması üçün də nura ehtiyacı var. Deməli, əgər o nur bu dünyada olarsa, onunla bərabər qəbrinə də yoldaşlıq edir və həmçinin qiyamət günündə onunla bərabər olur, ona yoluna işıq saçır. Tam əksinə olur, əgər o şüşəni pas bağlayarsa, his bağlayarsa, onda nə olur? Qəlb zülmət içərisində olur. Əgər o qəlb zülmət içərisində olarsa, o zülmət hara çıxır? İnsanın gözünə çıxır, insanın üzünə çıxır və o zülmət insanın evinə çıxır. Yəni, o qəlb sahibinin evi zülmət, qaranlıq içərisində olur. Baxmayaraq ki, bütün belə led işıqları yandırsa da, çılçıraqları xeyri yoxdur. Niyə? Çünki o evdə qışqır bağır, səsküy, hüzur, rahatçılıq yoxdur. Səsküy var, heç bir rahatçılıq yoxdur. Niyə görə? Qəlb qaraldığına görə, yəni ağız deyəni qulaq eşitmir. Problemdir. Və həmçinin o zülmət onunla bərabər onun qəbrində də olur və qiyamət günündə də olur. Allah qorusun. Və ona görə, yəni bu misal yəni elə belə deyil. Allah Teala bunu öz kitabında buna yer ayırıbsa, deməli insan deyir onu fikirləşməlidir, tədəbbür etməlidir və orada olan mənaları tutub doğrultmağa çalışmalıdır. Nə qədər doğrudur, insan özü üçündür. Yəni insan nə qədər onu düzəldirsə, xeyr özünədir. Və buna görə də alimlərdən biri buyurur ki, Peyğəmbər hədisine əsasən deyir, Allah Teala yəni Peyğəmbər deyir ki, İnnallaha la yanzuru ila suvarikum və la ila əcsamikum və lakin yanzuru ila qulubikum və a'malikum. Allah Teala sizin surətinizə, zahiri görünüşünüzə baxmaz. Bədənlərinizə baxmaz. Qəlblərə, qəlbinizə və qəlbdən doğan əməllərə baxar. Hara baxır? Qəlbə baxır. Deməli, indi fikir verin deyir. Görün deyir, bizim halımız, yəni insanın halı necə də qəribədir. Yəni insanın halı necə də qəribədir. İnsan deyir, düm ağ paltar geyir, köynək geyinir və ona bir balaca qara nöqtə düşəndə insanların onu görməsindən, ona baxmasından dolayı o qara nöqtəni orada saxlamaq istəmir. Dərhal ya onu təmizləyir və yaxud da dəyişib başqasını geyinir, elə deyilmi? İstəmir ki, insanlar onun üstündə çirk görsün. Yəni, insanların baxdığı yeri təmizləyir, amma Allah Teala'nın baxdığı yer bardaq gündədir, dağınıq gündədir, pis gündədir. Onda, yəni insan necə dəyər sahibi olsun ki, əgər Allah Teala'nın baxdığı yerə dəyər vermirsə, Allah Teala'nın dəyər verdiyi yerə insan dəyər vermirsə, və həmçinin qiyamət günü də insanın qorunmasına, səbəb onun qəlbinin salamat olması, necə ki İbrahim aleyhissalam duasında deyir ki وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Yəni, məni qiyamət günü rüsvay eləmə. O günkü insana nə mal dövləti, nə oğul uşağı fayda verəcəkdir. Yalnız Allahın huzuruna salamat qəlblə gələndən başlayır. Yəni, bu İbrahim Aleyhisselamın duasıdır.
Yəni İbrahim əleyhissalam deyir ki: "Və la tuxzini yawma yub'asun." Yəni qiyamət günü məni rüsva eləmə. Yəni hədisdə də gəlir ki, qiyamət günü İbrahim əleyhissalam yəni atasını görəcək. Yəni atası da kafir olaraq ölüb və hara düşməlidir? Cəhənnəmə. Və onda İbrahim əleyhissalam deyəcəkdir ki, ya Rab, bəs mən demədim, dua etmədim ki, məni yəni rüsva eləmə. Onda Allah Teala anında onu kaftara döndərir. Yəni belə nəcisin içində olan kaftara döndərir və qabaq ayaqlarından tutularaq atılır. Yəni bir var ata kimi cəhənnəmə atılsın, bir də var kaftar kimi də. Və ona görə yəni o rüsvay olmamaq üçün və duasını Allah Teala yerinə yetirərək onu atasını kaftarına. Və həmçinin sonraki duasına keçir ki, o gün insana fayda verən, yəni Allahın huzuruna salamat qəlblə gələndən başqa. Nədən salamat? Ən birinci şirkdən salamat. Bidətdən salamat. Asiliklərdən salamat. Yəni nə qədər qəlb salamat olarsa, günahlardan, ən birinci şirkdən, bidətdən, asiliklərdən, Allahdan qeyrisinə bağlanmaqdan, yəni insana fayda verən o olacaqdır. Yəni qiyamət günü əsas baxılan yer haradır? Qəlbdir. Demək, gör nə qədər qəlb düzəlirsə, o insan düzəlir. O insanın danışığı düzəlir. O insanın digər əməlləri, əxlaqı düzəlir. Hər bir şeydə alimlər gətirir ki, ən əsas qəlbdir. Çünki Peyğəmbər sallallahu buyurur ki, "İnne fil cesedi mudğa, iza salahat salahal cesedu kull." Həqiqətən bədəndə bir ət parçası vardır. O sağlam olarsa, bütün bədən sağlam olar. Əgər korlanarsa, bütün bədən korlanar. Ya bu sağlam oldusa, əl sağlam olur. Yəni əl artıq harama uzanmır, oğruluğa getmir. Göz sağlam olur, göz harama baxmır. Qulaq haram dinləmir, dil haram danışmır. Və danışsa da dərhal tövbə edir, artıq uzatmır məsələni. Və həmçinin ayaqlar harama getmir. Deməli, əgər o orqanlar harama deməli, bu çirkab içərisindədir. Hətta məsələn, alimlər gətirir ki, əgər evdə söz-söhbət, arvadla kişi arasında problem yaranıbsa, deyirlər ki, qayıdın qəlblərinizə. Görəcəksiniz ki, o söhbətdən əvvəl qəlbləriniz bir-birinizə qarşı dəyişilib. Əgər qəlbdə bir-birinə qarşı sevgi varsa, niyə acı söz deməlidir ki? Demək, o söhbətdən əvvəl qəlb dəyişdiyinə görə dil də dəyişir. Rəftar da dəyişir. Demək, ona görə birinci, ən gözəl rəftar hardan başlayır? Qəlbdən başlayır. Və fikir, bütün məsələlərdə, bütün hətta davranışların hər birində də ən əsas olan qəlb. Ən əsas olan insanın niyyətinin yaxşı olması. Əgər insanın qəlbində bu cür niyyət olarsa və insanların düzəlməsinə, xeyrə yönəlməsinə hərislik olarsa, Allah Teala onun hərisliyinə görə ona yardım edir. Onun hidayətini artırır və onun sabit edir. Amma insan da var görürsən, öyrənib amma öyrətmir, istəmir. Yəni görürsən ki, ona görə Allah Teala onun hidayətindən aparır. Necə ki İbn Qayyim Rahimehullah deyir ki, yəni İhdina sıratal müstəqim ayəsini izah eləyərkən, yəni bizim hər an bu duaya ehtiyacımız var. Bizə doğru yolu yönəlt. Bizi hidayət et. Çünki yəni bizim hər an hidayətə ehtiyacımız var. Hər an, hər saniyə aldığımız nəfəslərin sayı qədər hidayətə ehtiyacımız var. Niyə? Çünki ola bilər ki, insan, namaz qılan insan hidayətdədir. Yolu tapıb, amma bir də var, yolun içərisində hidayəti tapmaq başqa bir şeydir. Ola bilər ki, insan bu ölkədən, xüsusən də əvvəlki dövrlərdə miniklər olmayan, maşın, samolyot olmayan dövrdə bilir ki, bu yol bu ölkədən başqa ölkəyə aparır. Yəni ona hidayət olub, tapıb, bilir. Amma yolun içərisində nəyə ehtiyac olduğunu bilməzsə, yenə kifayət eləmir. Yəni yolda nə qədər azuqə götürməlidir, nə qədər su götürməlidir və hansı yerlərdə dincəlməlidir. Əgər bu yerləri bilmirsə, baxmayaraq ki, hidayəti var, yolu tapıb, yolu tapmasına baxmayaraq yolun ortasında nə qədər həlak olanlar olur. Eyni ilə də bu hidayət məsələsi. İnsanın ibadətə gəlməsi. Ola bilər insan ibadətə hidayətdədir, amma necə getmək lazımdır? O yolun içərisindəki məsələləri bilmədiyinə görə insan aza bilər, məhv ola bilər, Allah qorusun. Ona görə sonra gətirir ki, hətta ola bilər insan bu məsələləri də tam şəkildə yerinə yetirsin. Amma bunları da yerinə yetirəndən sonra yenə nəyə ehtiyacı var? Bunu başqalarına çatdırmalıdır. Bildiyin,
bildiyini bölüşməlisən. O duyduğun ləzzəti insanlarla yəni bölüşməyə çalışmasan. Sən özün bilirsən ki, sən bunları biləndən sonra daha çox yəni sevinç əldə elədin, o ləzzəti tapdın və onu tapmısansa xəsis olmalı deyilsən və onu çalışmalısan ki, insanlar nə edərsən, bölüşəsən və həris olasan və əl-cəzəu min cinsil əməl, mükafat əməlin növünə uyğundur. Necə ki, deyir, sən insanların hidayətinə, doğru yolda olmasına həris olursan, istəyirsən, yanırsan və bir o qədər də Allah Teala sənin hidayətini artırır. Yox, əgər sən istəmirsənsə və yaxud da o dəvət eləmirsənsə, onda sənin hidayətindən gedir. Bəzən də insanda sual yaranır ki, bəs niyə məndən bu gedir? Azalır axı, imanım gedir. Deməli, bunu etmədiyinə görə, çatdırmadığına görə. Və sən onu hidayət olandan sonra sən də başqasının hidayətinə həris olmalısan. Evə getdin, evdə, yoldaşdır, dostdur, iş yerində, fərqi yoxdur. Hara getdinsə, səndə o yanğı olmalıdır ki, mən necə edim ki, yəni onu çıxardım. Çünki hər hansı bir günah sahibi, sən düşünməlisən ki, onu o günaha düşürən hamımızın düşməni olan iblisdir. Onu bir tərəfdən quyuya salıb, məni başqa bir tərəfdən düşürür və səni yəni bu cür düşünməliyik ki, hamımızın düşməni onu düşürüb. Mən necə onu düşdüyü o tordan, hilədən onu çıxardım. Və bu cür insanda yanığı olarsa, istək olarsa, niyyət olarsa və niyyətinə görə Allah Teala tərəfindən də insana yardım gəlir. Ona görə niyyətin geniş olması, böyük olması o qədər yaxşıdır. Bəzən insan öyrənir, ancaq özünü qurtarsın. Amma insan da öyrənir, həm özünü qurtarsın, özündən sonra ailəsini və sonra belə niyyəti genişləndirir. Və genişləndirdiyinə görə də Allah Teala tərəfindən gəlir, yardım gəlir. Ona görə yəni hər bir an yəni hidayətə ehtiyacımız var. Hidayət məsələsi insan başa düşərsə, onda insana nə çatır? O sələflərin qorxması. Bəzən kitablarda keçir ki, sələflər daima qorxu içərisində olublar. Heç vaxt arxayın olmayıblar. İndi bəzən insanda sual yaranır ki, niyə məsələn o cür insanlar, sahabələr olsun və ona yaxın insanlar, tabinlər olsun, nə üçün onlar qorxublar, nə üçün narahat olublar? Baxmayaraq ki, onlarda elm var idi, onlarda yəni mühit olaraq ən yaxşı mühit idi. Necə Peyğəmbər sallallahu buyurur ki, xeyrun nəsi qarni, insanların ən xeyrisi mənim dövrümdə olanlar, sonra məndən sonra gələnlər, sonra məndən sonra gələnlər, onlardan sonra gələnlərdir. Demək, qızıl əsrdə yaşamasına baxmayaraq, dövrdə yaşamasına baxmayaraq, ən çox qorxan da onlar idilər. Heç biz qorxmuruq o qədər. Bu böyle fitnələrin içərisində, yəni bizdə onların narahatçılığı yoxdur. Sonra artıq bu hidayət məsələlərini insan başa düşəndə dərk eləyir ki, onların qorxusu hardan idi. Məsələn, indi hidayət deyək də, hidayət nədir? Hidayət yeyilir, içilir, baxılır. Hidayətdir, Allahın yardımıdır. Hidayət nədir? Allahın yardımı. Və zəlalət yardımın kəsilməsidir. Ona görə bax, bunu bildinsə, hətta müəyyən o qaranlıq qalan yerlərdə də işgəl aradan qalxır. Necə ki, məsələn, bəzən ayələrdə keçir, hədislərdə keçir ki, Allah Teala'nın hidayət etdiyini kimsə azdıra bilməz və Allah Teala'nın azdırdığını kimsə doğru yola yönəldə bilməz. İndi belə oxuyanda, yəni hər bir insanda ola bilər, bəzilərində olmasın, amma bir çoxunda sual yaranır ki, yəni Allah Teala azdırdığını niyə azdırır? Yoxsa yəni Allah Teala zülm edir? Belə bir şeytan vəsvəsələr gətirir də. Əsla Allah Teala zülm eləmir. Onda sən başa düşməlisən ki, hidayət nədir, zəlalət nədir? Hidayət Allahın yardımıdır. Zəlalət nə deməkdir? Yardımı qaldırmasıdır. Yardımı qaldırırsa bu zülm sayılmır. Elə deyilmi? Çünki Allah Teala özünə aid olan bir şeyi qaldırır. Demək, hidayət nə oldu? Allahın yardımı, zəlalət isə yardımın kəsilməsi. Hətta İbn Qayyim Rəhməhullah deyir ki, insan, yəni başqasından danışmır, yəni ibadət əhlindən danışır. İbadət, itaət əhli olan insan bu məsələni özündə müəyyən vaxt içərisində hiss edir. Məsələn, bir də fikirləş, vaxt olur ki, yaxşı şeylər fikirləşirsən, yaxşı sözlər danışırsan. Bir 10 dəqiqədən sonra axmaq şeylər fikirləşirsən və danışığını bilmirsən. Demək, nə vaxt yardım gəlir, insan düzəlir. Yardım kəsilir, dəyişir. Yenə yardım gəlir, düzəlir. Demək, fikir verin, insan, ibadət eləyən insan hələ bir saat ərzində necə dəyişilir? Eyni ilə tam zəlalətə düşməsi də anında ola bilir. Allah qorusun. Ona görə onlar bunu bildikləri üçün daima nə istəyərdilər? Allahdan müvəffəqiyyət istəyərdilər və buna
qarşı çıxan, buna mane olan hər bir şeyin də aradan qaldırmasını onlar istəyərlər. Daima yalvarırdılar, qorxurdular. Və qorxduqları üçün də Allah Teala onları müvəffəq edirdi və Allah Teala onları qoruyurdu. Amma nə vaxt ki, insan qorxmur, arxayın olur və insana üz verən problemlərin çoxu da arxayınçılığından gəlir. Nə vaxt ki, insan qorxur, uzaq ol, elə deyilmi? Amma nə vaxt ki, arxayın olur, problem yoxdur, artıq düşür, batır, məhv olur. Ona görə Muhammed Abdülvahhab rahimehullah Tövhid kitabında bir bölüm açır, deyir ki, Bəb əl-xovfu minəşşirk, şirkdən qorxma babı. Şirkdən qorxma babı. Sonra dəlillər gətirir. Məsələn, İbrahim əleyhissalam duasında deyir ki, وَجْنُبْنِ وَبَنِيَ أَنْ نَعْبُدَ الْأَصْنَامِ Məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Rabbi innəhunne adlalnə kəthiran minən-nas. Ey Rəbbim, o bütlər çox insanları azdırdı. Bütlər çox insanları azdırdı. Həqiqətən də elədir. İndi də insan fikirləşir ki, gör, məsələn, bu cür texnikalar, inkişaf dövründə olan insanlar, yəni icad edənlər, Yaponiya olsun, Kitay olsun, görsən ki, bütə istahiş edir. Yəni, o cür texnikanı ixtira edən adam, bilirsən ki, ağıllı insandır, amma gör, ağıl yoxdur. Bütlər nə edib? Yəni, azdırıb. Demək, İbrahim əleyhissalam özü üçün və zürriyyəti üçün dua edərdi ki, məni və zürriyyətimi qoru. Və İbrahim Teymi tabinlərdən birisidir, deyir ki, وَمَنْ يَأْمَنُ الْبَلَاءَ عَلَى نَفْسِ بَعْدَ İbrahim. İbrahimdən sonra kim özünə əmin ola bilər? Kim arxayın olur? Əgər Peyğəmbər, həniflərin imamı, əgər narahat olursa, qorxurdusa, bundan sonra kim arxayın ola bilər? Ona görə kim arxayın oldusa, qorxmadısa, o insan şirkə də düşəcək və ondan artığına da. Amma kim ki qorxur, qorxan insan həmişə çəkinir, uzaq olur. Qorxduğu üçün salamat qalır. Ona görə yəni insanın qorunması, qəlbini islahı ilə yanaşı, zahiri səbəblər olaraq nə etməlidir? Uzaq gəzməlidir. Fitnədən, ümumiyyətlə insanın azmasının iki şeyə görədir. Ya şübhələrə görədir və yaxud da şəhvətlərə görə. Üçüncü yolu yoxdur. Nəyə görə azır? Ya şübhələrə görə azır, ya da şəhvətlərə görə azır. Və uzaq olanda salamat qalır. Amma yaxın getdisə, gedir. Məhv olur. Necə ki, Peyğəmbər sallallahu buyurur ki, İttəqillah heythumə kunt, sən harada olursan ol, təqvalı ol. Təqvalı ol nə deməkdir? Yəni çəkin, uzaq ol. Yəni sən salamat qalmaq istəyirsənsə, yol nədir? Uzaq olmaqdır. Harada olursan ol, uzaq ol. İbn Teymiyyə rahimehullah bu hədisin şərhində deyir ki, baxın, Peyğəmbər s.ə.v bu tövsiyəni kimə elədi? Muaz radiyallahu anh. Muaz radiyallahu anhu sahabələrin alimi idi. Sahabələr içərisində halal və haramı ən yaxşı bilən sahabə idi. Hətta bir rəvayətdə gəlir ki, Muaz radiyallahu anhu qiyamət günü alimlərin önündə daş atılan məsafə qədər öndə həşr olunacaqdır. Bu da nə fayda çıxardır? Əgər bu tövsiyəni sıradan bir sahabəyə yox, onların ən aliminə Peyğəmbər s.ə.v bu tövsiyəni edibsə, deməli, bu tövsiyənin nə qədər mühüm olmasını bildirir. Nə qədər dəyərli, uca bir tövsiyə olmasını bildirir. Deməli, qorunmaq istəyirsənsə nədir? Uzaq ol. Necə ki, Peyğəmbər s.ə.v buyurur ki, لَا يَخْلُوَنَّ رَجُلٌ بِمْرَاتٍ إِلَّا كَانَ ثَالِثَهُمَ الشَّيْطَانِ Yəni, bir kişi qadınla tək qalarsa, üçüncüsü şeytan olar. İndi özünü təsəvvürlə. Qadın görmürsən, naməhrəm görmürsən. Gör necə salamatçılıqdır. Elə deyilmi? Amma nə vaxt ki, insan bir otaqda, bir yerdə tək qalır. Qəlb döyünür, gözünü qoruya bilmir, gülümsəməyini qoruya bilmir. Demək, üçüncüsü nədir? Avtomatik şeytandır. Amma uzaqda olanda, onlar hamısından da salamatdır. Ona görə Sə'd ibn Müseyyib rahimehullah, böyük tabinlərdən o atası sahabə olub, alim, abid. Nə deyir? Deyir ki, məndə 80 yaşım var. 80 yaşım var deyir. 80 ilin 50 ilini işə namazının, dəst namazı ilə sübh namazını qılmışam. 50 il. Amma deyir, yenə qadın fitnəsinə əmin deyiləm. Yəni, bu nəyi bildirir ki, yəni, heç kəs sinə döyməsin ki, problem deyil, mənim imanım öz yerindədir, mən harada geçsəm, bax, budur, bəla buradadır. İnsan nə vaxt qorxmur, deyik, problem deyil, gedir, elə problemə düşür. Amma nə vaxt insan uzaq olur, uzaq olduğuna görə salamat qalır. Bax, tövsiyələr budur. Hatta Peyğəmbər s.ə.v buyurur ki, sizdən biri Dəccalın çıxmasını eşitdirsə, uzaq olsun, qaçsın. İnsanlar olacaq, onun Dəccal olduğunu bildiyi halda onun fitnəsinə düşəcək. Demək, nə vaxt insan uzaq olur, yəni salamat qalır. Allah Teala şifadan etsin, Allah Teala hər birimizi qorusun, Allah Teala hər birimizə
gözəl sonluq nəsib eləsin. Əsas olan odur. Əsas olan gözəl sonluq Allah hər birinə nəsib eləsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.